Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi toyuq filesindən langet hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Toyuq filesini iki yerə bölürəm gördüyünüz kimi. Hamısını eyni qayda ilə iki yerə bölürəm. Və bunun sonra üzərinə plyonka sərib mətbəx çəkişi ilə döyəcləyirəm. Hər iki üz tərəfini eyni qayda ilə döyəcləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Gördüyünüz kimi əti yaxşı-yaxşı döyəclədim. Bunun üzərinə duz, istiyot əlavə edirəm. Hər iki üzünü duzlayıb istiyotlayıram. Duzunu, istiyotunu vurandan sonra bunu kənarda yarım saat saxlayıram. Ət duzu, istiyotu canına yaxşı çəksin deyə. Bütün ətlərimizi eyni qayda ilə edirəm. Bütün ətlərimizi hamısını eyni qayda ilə etdim və bunun üçün bizə nə lazımdır? 2 ədəd yumurta, un, suxarik. 2 ədəd yumurtanı yaxşı-yaxşı qarışdırıram. Və ətimizi ilk öncə una, sonra yumurtaya, sonra isə suxariyə batırıram. Ətimizin hamısını eyni qayda ilə edirəm. Və keçirik buna qızartmağa. Tavamıza öncədən yağ əlavə etmişəm, qızdırmışam və əti də bunun içərisinə əlavə edirəm. Qaynar yağda bunu yaxşı-yaxşı qızardıram. Gördüyünüz kimi nar kimi qıpqırmızı qızaran langetlərimiz bişir.
Langetlərimiz artıq hazır oldu. Gördüyünüz kimi asan, tez başa gələn çox dadlı bir yeməyimiz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah əmanət olun.